ədəddən kiçik olan və onunla qarşılıqlı sadə olan ədədlərin sayının tapılması ilə bağlı bu düsturdan istifadə edin. Deməli, birinci ədədi tutaq ki, sadə vurğularına ayırmışıq, belə olub. X üstü m vurulsun y üstü n. Deməli, qarşılıqlı sadə ədədlər A-dan kiçik olan və onunla qarşılıqlı sadə ədədlərin düsturu belə olacaq. A vurulsun 1 çıxılsın 1 bölü x, bu da vurulsun 1 çıxılsın 1 bölü y. Tutaq ki, 12 ədədinə baxaq. 12 ədədindən kiçik olan və onunla qarşılıqlı sadə olan ədədlərin sayı. Birinci 12-ni sadə vurğularına ayıraq. 6, 2, 3, 3, 1. Daha doğrusu 12 bərabərdir. 2 üstü 2 vurulsun 3 üstü 1. Bax, bu bizim aldığımız, bu sadə vurğuna aldığımız düstur, əslində bax, bu düsturdur. Burada 2-nin yerinə, x-in yerinə 2-dir, y-in yerinə 3-dür. Hər iki üstlərə baxmırıq. Bu düsturda bizə üstlər lazım deyil, ancaq altdakilər lazımdır. İndi gəlin hesablayaq. Qarşılıqlı sadə 12-dən kiçik olan və onunla qarşılıqlı sadə olan. 12, yəni A12-dir, vurulsun. 1 çıxılsın, 1 bölünə 2, vurulsun, 1 çıx, 1 böl 3. Neçə olacaq? 12 vurulsun. 1 çıx 2-də 1 edəcək 2-də 1. 1 çıx 3-də 1 edəcək 3-də 2. İxtisar eləyək 1, 6, 1, 2, 2 vur 2, 4. Yəni 12 ilə qarşılıqlı sadə olan və ondan kiçik olan ədədlərin sayı. Və yaxud da başqa cürdə görək hansılar deyə belə özümüz hesablayaq, əllə hesablayaq. Deməli 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Gəlin bir bunların hamısını tapaq. 12-dən kiçik olan, onunla sadə, qarşılıqlı sadə olan ədədlər hansılardır? Deməli 11-dir, ondan sonra gələcək 7-dir, 5-dir və 1-dir. Qarşılıqlı sadə ədədlər onlardır ki, deməli yalnız ən böyük ortaq bölünəni 1-dir. Yəni ondan başqa onların bölünəni yoxdur. Ən böyük ortaq bölənləri 1-dir. Tutaq ki, 11 ilə 12-nin ən böyük ortaq böləni 1-dir, 7-nə də həmçinin və bunların hamısının sayı bir yerdə 4 dənədir.